Bismillah. Böyük hürufi alimi, qəzəlxanı Nəsimi öz şeirində bir sətrində buyurur: Cahari pənci şeş mənəm. Cahar yəni 4, 5, 6 mənəm. Nə deməkdir bu? Quran-ı Kərimdə İsra surəsinin 85-ci ayəsi olmalıdır məncə. Orada ruh haqqında Allah Peyğəmbər sallallahu buyurur ki, ruh haqqında sizə az bilgi verilir. Yəni deməyim odur ki, insanın ruhu böyük gəzintiyə çıxıb, o hansı aləmə düşərsə, həmin aləm nədən təşkil tapıbsa, oradan özünə bədən geyinəcək. Buna görə bərzəxə düşən ruh, bərzəx aləmi nədən təşkil tapırsa, oradan özünə bədən geyinəcək. Amma bizim aləmdə ruh 4 dənə ünsürdən, necə Nəsimi öz şeirində buyurur ki, Cahari pənci şeş mənəm. Yəni 4 ünsürdən mənim bədənim təşkil tapıb, 5 süzmüm var, 6 dənə mənim tərəfim var. Buna görə ruh hansı aləmə düşərsə, həmin aləm nədən təşkil tapıbsa, torpaqdır, sudur, havadır, otdur, o bədəni geyinir, buradan köçüb başqa bir aləmə gedəndə də o bədəni burada atır, çıxıb gedir. Amma ruhla bədənin ayrılması hardasa 3 gündən 30 günə kimi çəkir.